Yasamal rayonun Dadaş Bunyazadə küçəsində küçə işıqlarının beləncə bu vəziyyətdə qırpması hansı səbəbdən yaranması məlum deyildir. Küçə işıqlarını nəzarət edən qurum isə bir dəfə də olsa yolunu gecə vaxtlarında salmır. Hansı səbəblərdəndir bu kapanma bilinmir. Nə də bu vəziyyəti aradan kaldırmaq iktidarında değiller. Bu da etrafta yaşayan sakinleri narahat etmiş olur.